Salam əziz və dəyərli müəllimlər. Gəlin sınağımızın 3-cü hissəsi ilə davam eləyək. Və sualdan da göründüyü kimi test tapşırığımız dialoq tamamlama ilə bağlı bir test tapşırığıdır və bizdən bu test tapşırığını tamamlamamız istənilir. Bilirsiniz ki, dialoq tamamlama və ya tamamlama adı altında olan test tapşırıqlarında müəyyən bir steplər var. Bunlar nələrdir? Yəni baxmaq lazımdır ki, bu boşluq hardadır? Əvvəldədimi, ortadadımı, sondadımı? Çünki test tapşırıqları boşluq doldurma adı altında olan test tapşırıqları boşluğa görə müəyyən olunur. Yəni boşluq ortadadırsa, özündən sonra gələn cümləyə. Boşluq sondadırsa, özündən qabaq gələn cümləyə. Boşluq əvvəldədirsə, özündən sonra gələn cümləyə baxmaq lazımdır. Ortada olanda isə digərlərindən fərqli olaraq sağı və solu daha çox köklənmək lazımdır. Məsələn, bu dialoq tamamlama test tapşırığında deməli görürük ki, boşluq ortadadır. O zaman nə etməliyəm? Birinci özündən sonra gələn cümləyə köklənməliyəm. Daha sonra özündən qabaq gələn cümləyə köklənməliyəm. Deməli, buna deyirlər nə? Buna deyirlər flow, yəni axıcılıq. Flow gözlənilməlidir. Yəni successive order olmalıdır cümlələr arasında. Flow gözlənilməlidir. Flow nə deməkdir? Bu deməkdir ki, cümlələr leksik, lexical, grammatical, syntactical, leksik, qrammatik və sintaktik və ya semantik baxımından bir-birini izləməlidir və gözləməlidir. Biz buna deyirik coherence və cohesion. Yəni həm qrammatik, həm də leksik baxımından uyğunluq deyilir buna. Və test tapşırığımızda qeyd olunub. What do you think of the recent developments in the economy? Deməli, burada sualımızda mübtədamız nə düşünürsəndən söhbət gedir burada və hal-hazırki cari inkişaflardan danışır iqtisadiyyatdakı. Çünki bu tip testlərdə mübtəda, xəbər, yəni S-lə V önəmlidir. Digəri nə deyir? Don't you? Inflation has recently reached its highest level in the nation's history. Deməli, mübtədamız nədir burada? Inflation, enflasyon. Deməli, burada mübtəda bundan gedir söhbət. Mübtəda və xəbər önəmlidir. Reached its highest level. Öz deyir, ən pik həddinə artıq çatıb inflasyon. Yəni inflation. Deməli, mübtədamız və xəbərimiz artıq məlumdur, bilirik. Deməli, özündən sonra gələn bir cümlə mənfi məna ifadə edən bir cümlədir. Bundan qabaq gələn bir cümlə pozitiv ola bilməz. Yəni, boşluğa bura pozitiv məna ifadə edən bir cümlə tapmağımız bizim səhv cavabımız ola bilər. Bura mənfi cavab lazımdır. Mənfi bir variant lazımdır. I don't think there is a problem. We are the best when it comes to economic management. Ümumiyyətcə əlaqəsi yoxdur aşağı cümlə ilə. Bizə lazımdır mənfi bir cümlə. Everything seems to be all right, but I don't think I am good at economic comments. Bu da bizim testimizin cavabı deyil. Çünki inflationdan söhbət gedir. Mübtədanı və xəbəri ödəməlisiniz. Unless they take some precautions, it will be a hard year for most of us. Onlar deyir, tədbir görmədiyi təqdircə, əgər görməsələr, tədbirlər görməsələr bu məsələ ilə bağlı, bizim çoxumuz üçün deyir, bu çətin bir il olar. Deməli, keyword çıxdı ortaya. Hadiyə, çətin bir il. Deməli, bu testin cavabı ola bilər. I'm so busy with my work that I don't have time to watch the news and I have no idea what's going on around. Yəni, on lately və yaxud da. İndi burada da gördüyünüz kimi tamamilə ayrı bir şeydən bəhs eləyir. Inflation yoxdur, iqtisadiyyata deməli göndərmə eləmir. Bizə lazımdır flow, yəni axıcılıq gözlənilsin. Bu da ola bilməz. I am the last one to ask such a question as I hate economics. Düzgün cavabımız elə C variantı olur. Əgər onlar tədbir görməsələr, deyəsəndir bizim çoxumuz üçün bu il ağır olacaq. Düzgün cavabımız elə C variantı.
Gəldik digər cümləmizə. Gördüyünüz kimi test tapşırığımız təyin budaq cümləsi ilə bağlı bir sualdır və bizdən yanlış olan tapmamız istənilir. Təyin budaq cümləsi iki hissəyə bölünür. Təsvir edici, yəni deskriptiv, məhdudlaşdırıcı, yəni limiting. Məhdudlaşdırıcı təyin budaq cümləsi o deməkdir ki, başla budaq cümlə bir-biri ilə sıx əlaqəlidir. Yəni, budaq cümlə düşə bilməz. Düşərsə, cümlənin mənası itər. Çünki budaq cümlə əvvəldə gələn təyin olunan ismi təsvir edir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, tutaq ki, məsələn, götürək, bir cümlə götürək buradan. Randomly. Money, which is gained dishonestly, is spent just like money that is earned honestly. Məsələn, burada vergül heç vaxt olmaz. Çünki buradakı budaq cümlə əlavə məlumat deyil. Bu məhdudlaşdırıcı məlumatdır. Siz bunu cümlədən açsaz, cümlənin mənası dəyişmiş olar. Söhbət nədən getdiyi bilinməz. Yəni cümlənin mənası anlaşılmaz. Incomprehensible cümlə deyirlər bunlar. Yəni anlaşılmaz bir cümlə yaranar. Çünki budaq cümlənin məhdudlaşdırıcı təyin budaq cümləsinin ana funksiyası, ana qaydası ondan ibarətdir ki, budaq cümlə baş cümlə ilə sıx əlaqəlidir. Və təyin olunan isim ki var, antecedent, bu açıqlanılır budaq cümlədə. Bu məlumat isə əlavə məlumat deyil, məhdud məlumatdır, tam əksinə. Təsvir edici təyin budaq cümlələrində isə budaq cümlə əlavə məlumatdır, further, extra informationdır, cümlədən düşə bilər, düşsə cümlənin mənası dəyişməz. Səbəb də odur ki, baş cümlə ilə sıx əlaqəli deyil. Sadəcə məlumat ekstradır və cümləyə heç bir əlaqəsi yoxdur. Sadəcə orada cümlə kimi qalır. Yəni ata bilərəm deməkdir əslində. Baxaq cümləmizə. Və onu deyim ki, təsvir edici təyin budaq cümlələri əsasən amma xüsusi isimlərlə başlayır. Məsələn, başlayaq. John Smith, who was an early English explorer, is most famous for his love for the Native American girl, Pocahontas. Burada məşhur bir ki, İngilis araşdırmacısı. Bunu deməyimizə nə ehtiyac var ki? Çünki bu onsuz bilinir ki, John Smith is most famous for his love for this. Yəni bu artıq nədir? Extra informationdur. Gəlin bunu buradan silək. Cümlənin mənasına təsir etdimi? Etmədi. Yəni bunu orada qoymağımla götürməyim arasında fərq yoxdur, eyni şey oldu əslində. Buna görə bunun adı təsvir edici təyin budaq cümləsi adlanır. Çünki baş cümlənin mübtədası ilə sıx əlaqəsi yoxdur. Sadəcə əlavə məlumatdır. Bərpa eləyək. Səhvdirmi? Səhvdir. Çünki extra information olduğuna görə budaq cümlə nə olmalıdır? İki vergül arasında, yəni punctuation əlavə olunmalıdır. Durğu işarəsi. Bu şəkildə olmalıdır. Çünki təsvir edici təyin budaq cümləsi iki vergül arasında olur. İkinci, bayaq dedim. Deməli, bu səhvdir, mənə səhvlər lazımdır. Burada bayaq vergül vardı. Bu extra information olmadığına görə, məhdudlaşdırıcı olduğuna görə, cümlədən düşə bilmədiyinə görə, düşərsə mənası itər deyə bu təsvir edici yox, məhdudlaşdırıcıdır. Məhdudlaşdırıcılarda vergül olmaz. Ona görə iki səhvdir. Çünki vergül ancaq təsvir edici təyin budaq cümlələrində olur. The man in the blue shirt whom I first met in Canada at an AA conference is a speaker tonight. Deməli, burada nəyə baxmaq lazımdır? Deyir ki, mavi şörtdəki bu adam mənim Kanadada görüşdüyüm. Yəni, bunu qoysaz və ya götürsəz bir şey dəyişməz. Məsələn, gəlin bunu buradan çıxardaq. The man in the blue shirt is the speaker tonight. Buradakı məna dəyişdimi? Dəyişmədi. Çünki məlumat əlavə idi ona görə. Əlavə məlumat olduğuna görə biz
budaq cümləni ata bilirik. Burada problem yoxdur. Gəlin bərpa eləyək. Və cümlədə problem yoxdur. Deməli, bu düzdür. Mənə səhvlər lazımdır. The high school which you attended must have had a wonderful English program. Bu məhdudlaşdırıcı olmalıdır. Çünki burada sənin qatıldığından söhbət gedir burada high school. Çünki çox high school ola bilər, amma söhbət sənin getdiyin high schooldan söhbət gedir. Ona görə də bu məhdudlaşdırıcıdır. Təsvir edici ola bilməz. Vergül artıqdır burada. 4 də səhvdir. Mənə səhvlər lazımdır. 1, 2, 4 səhv cümlə hesab olunur. Baxaq 5-ə. TVI xüsusi isimlər əsasən təsvir edici təyin budaq cümlələrində istifadə olunur. Which is the only community college in Albuquerque is now offering courses in computer science. Buradan göründüyü ki, mən bunu buradan çıxartsam və TVI-ın da həmin o şəhərdə yeganə kollec olduğunu nəzərə alası olsaq, məlumat əlavədir. Yəni, cümlənin mənası dəyişmədi. TVI is now offering courses in computer science. Yəni, məlumat nədir? Additionaldır. Açsam mənası dəyişməz. Səhv olan hansı oldu? 1, 2, 4 variantı. Sualımızda bizdən boşluğu doldurmamız istənir. Sentence completion ilə bağlı bir test tapşırılır və sualdan göründüyü kimi təyin budaq cümləsidir. Hardan bildim? Deyir ki, only a little of which has survived to this day. Deməli, zəflikləri çıxmaq lazımdır, çünki təyin budaq cümləsinin davamıdır. Budaq cümlə verilib, baş əksikdir. C automatically CD cümlədən düşürür. In time dediyinə görə only a little of which deyə bilmərik. Qalır eynən B variantı arasında. B variantında millennia deyib davamında only a little of which deyə bilmərik. Cavab elə variantı qalır. Cümləni tərcümə eləmədən də son sözdən tapmaq olar. Çünki bilirsiniz ki, kəmiyyət bildirən sözlərdən sonra of which, of whom gəlirsə, bu o deməkdir ki, bu təyin budaq cümləsidir və təsvir edici təyin budaq cümləsidir. Çünki bu tip cümlələrdə mütləq şəkildə vergül olmalıdır. Vergül, only a little, yəni little deməkdir, of which, amma vergüldən qabaq, çünki bu qayda ancaq təsvir edici təyin budaq cümlələrində istifadə olunur. Və mütləq şəkildə vergüldən qabaq onu ödəyəcək isim gəlməlidir ki, gəlib. Məsələn, baxaq. A rich body of work. A rich body of work, only a little of which has survived to this day. Gəl cümləni yerləşdirək. Shakespeare's contemporaries left a rich body of work, and only a little of which has survived to this day. Deməli, düzgün cavabımız elə A variantı olur. Deyir ki, Shakespeare'in müasirləri çox zəngin bir əsər buraxıb. Only a little of which has survived to this day. Ancaq bu günə isə yalnız bir qismi onların survive olub. Düzgün cavabımız elə A variantı olur. Gəldik digər test tapşırığımıza. Gördüyünüz kimi sualımız clause'larla bağlı bir sualdır. Və ilk cümləmiz I knew I was in trouble the moment I saw his face. The moment özü bir bağlayıcıdır, həm də zaman budaq cümlələrində istifadə olunur. When, after kimi bu da bağlayıcı yerində ola bilir. Birinci cümləmiz time'dır. İkinci, you can sit anywhere you like in the room. Anywhere həm adverb'dır, zərfdə, həm də zəflik budaq cümlələrində, yəni adverbial clause'larda. Adverbial clause of place, yəni yer budaq cümlələrində bağlayıcı yerində də işlənə bilir. 2. Clause yaradıb, yəni yer budaq cümləsidir. I'm excited about the trip. All the more that I have never been to that country before. All the more that, because deməkdir. Çünki səbəb ifadə edir. Whatever you did, I still love you. Qayda var ki, əgər cümlədə still sözü varsa, zərfi varsa daha doğrusu, bilin ki, bu cümlə əsasən güzəşt budaq cümləsidir.
Əgər whatever-dən sonra, yəni evəli cümlələrdə, hansı ki, whoever, whichever, whatever bunlar cümlədə still varsa, bilin ki, bu cümlə possession clause-lardır. Düzgün cümləmiz elə A variantı. Define the variant in which subjunctive mood is wrongly used. I would rather we had checked the weather forecast before we set off. I would rather bilirsiniz ki, modal feildir. Sadə cümlələrdə istifadə oluna bilər. Özündən sonra birbaşa verb gəlir və ya infinitiv. Məsələn, I would rather go və prefer mənasında istifadə olunur. Bir də clause-larda, subjunctive moodlarda istifadə oluna bilər. Onu qeyd edim ki, would rather həm sadə cümlələrdə, həm mürəkkəb cümlələrdə istifadə olunur və hər ikisi də subjunctive mood cümləsi hesab olunur. Sadə cümlədə would rather, mürəkkəb cümlədə would rather olaraq bilinir mood bölməsində. İndi I would rather-dən sonra əgər mübtəda gələrsə, ki gəlib we, bu zaman ya gəlir past simple, ya gəlir nadir hallarda past perfect. Çox az hallarda olur bu da. 90% past simple gəlir. Məsələn, I would rather you did. Kaş ki mənasını verir bu arada. Baxın, tək istifadə olunanda I would rather go. Mən getməyi üstün tuturam deməkdir. Amma özündən sonra clause gələndə, yəni object clause yaradanda artıq I wish mənasında olur. I would rather we had checked. Kaş ki yoxlayardıq. Keçmişdən danışır. Bəs hansı hallarda past perfect olur? O hallarda past perfect olur ki, cümlədə ya keçmiş zamanı göstərən zaman zərfi olsun. Yəni past time signal word. Time adverbial gəlməlidir cümlədə. Yəni keçmişi göstərən zaman zərfi olmalıdır. Məsələn, ago, last, 2024. Yəni bunlar gəlməlidir. Pastı göstərən bir time action, time signal olmalıdır. Ya da cümləyə bir clause bağlanılmalıdır, pastı göstərən. Məsələn, I would rather we had checked the weather forecast before we set off. Deyir, evdən çıxma, yəni set off, yəni getmədən əvvəl hava durumunu kaş ki yoxlayıb çıxardıq demək istəyir burada. Yəni yoxlayardıq. Burada problem yoxdur, çünki set off dediyinə görə elə had checked olmalıdır. Past perfect. Yəni səhv cümlə deyil, düz cümlədir. I sometimes wish I would have a job which allows me to have more time for me and my family. Bu cümlədə isə qayda var ki, mübtədalar ortaq olarsa you, she, I, bu zaman I wish-dən sonra would gəlməz. I wish, I would yox. I wish, I could ya da I had olar. Bilirsiniz ki, wish-dən sonra ya gəlir I did, ya gəlir I had done, ya gəlir I would, ya da gəlir I could. Would-lar ya gələcəyi göndərməkdir, ya gələcək üçün istifadə olunur demək istədim əslində. Ya da irritation ifadə edən cümlələrdə istifadə olunur. Məsələn, I wish you would stop tapping on the table. Kaş ki deyir, masanı tıqqıldatmağı saxlasan. It irritates me, yəni o mənə əsəbimə toxunur. You are getting on my nerves. Əsəblərimlə oynayırsan. Burada artıq irritation ifadə edir. Yəni would həm gələcəyə göndərmə edə bilər, həm də indiki zamanda annoyance üçün də istifadə oluna bilər. Yəni burada I sometimes wish I had deməli idi. Would ehtiyac yoxdur. C variantında. If only I had realized earlier that he wasn't worthy my love, I wouldn't have wasted so much time with him. Bu cümlədə görürsünüz ki, ikinci tərəfdə nə gəlib? Past conditional mood gəlib. Deməli, əvvəldə nə olmalıdır? Past perfect subjunctive mood. Hardan bildim? Çünki earlier var. Earlier harda varsa, bilin ki, orada past perfect subjunctive mood işlənməlidir. Səhv yoxdur burada. It's really important. If it wasn't, I wouldn't have called you on your holiday. Deməli, bu baxan kimi görünür ki, bu hissədən present ifadə edir. Mixed conditionaldır bu. Digər isə sən tətildə olanda söhbət gedir burada. Pasta göndərmə eləyir. Deməli, bu tərəf presentdir. Bu tərəf pastdır. Çünki mix hərəkətlər var burada. Baxan kimi görünür. Hardan bildim mixdir? Çünki burada it is really important. If it wasn't, bəs sual oluna bilər. Niyə burada weren't deyil? Çünki qayda deyir ki,
Əgər if-dən sonra gələn hərəkət reallaşma ehtimalı varsa, orada were yox, was olmalıdır. Were ümumiyyətcə reallaşmayan hərəkətlərdə istifadə olunur. Məsələn, if I were a horse, I would run fast. Amma belə bir şey mümkün deyil, çünki I'm a human, I'm a person. Yəni, mümkün deyil bunu icra eləmək. Burada da reallaşa bilən hərəkət olduğuna görə were ehtiyac yoxdur. Were hər yerdə olmur. Were o vaxt olur ki, bu cümlə reallaşmasın. Sadəcə assumption, hypothetic bir action olsun. Yəni hipotek bir hərəkət olmalıdır burada. Reallaşmayan bir hərəkət olmalıdır. Elə harda gördüm if orada were elə şey olmur. Was da olur, were da olur. Was o hallarda olur ki, bu cümlə reallaşa bilir. Were o hallarda olur ki, bu cümlə reallaşa bilməz. It's impossible to occur this action. Yəni bu hərəkətin baş verməsi mümkün deyil. E variantında I would much rather you wouldn't have helped me since you kept reminding me of it all time. Burada da problem yoxdur, çünki would rather'dan sonra past conditional mood da gələ bilər, amma çox nadir hallarda istifadə olunur. Düzgün cavabımız, səhv olan düzgün cavabımız B variantı. Gəldik digər sualımıza. Paraqraf tamamlama ilə bağlı bir test tapşırıqdır və boşluq ortadadır. O zaman əsasən sağa, sonra sola baxacağam. Deməli, buranı yaxşı oxumaq lazımdır. This allows. %100 göndərmə var qabaqki cümlələrə. Bir də buranı oxumaq lazımdır yaxşı formada, çünki cavablar buradadır. Baxaq. The term broadband refers to a telecommunication system in which a wide band of frequencies is rated to send information. Burada boşluq verib. This allows users to access the internet at higher speeds than traditional modems. Deməli, keywordlar artıq mən tapdım. This allows. Bu icazə verir deyir, imkan yaradır. Userlər nəyə bax? Bir budur, keyword. To access the internet. Biri budur. At a higher speeds da ola bilər götürmək. Bir də traditional modems. Bu da keyworddur, çünki müqayisə var. Qabaqda 100% təzə çıxan bir şeydən danışacaq. Bir routerdan söhbət gedir burada qoşulma üçün. Qabaqda gələn cümlədir. Deməli, these allows. Söhbət %100 bundan gedir. Çünki bəzən thislər dırnaqlara göndərmə eləyir. Burada əgər these allows deyirsə, deməli, broadband-ə göndərmə eləyir nədirsə o. Və başa düşmək lazımdır ki, əvvəldə gələn cümlənin də keyword nə ola bilər? Refers to a telecommunication system in which a wide band of frequencies is ready for send information. Baxaq. It includes buna daxildir deyə bilər. It includes cable modem, wireless access, satellite access and power line access ola bilər. Çünki burada deyə bilərdi o. It allows user to access the internet, wireless access, satellite access, power line access. Bu ola bilər ki, orada onu əvəz eləsin. Bunu saxlayaq. It is frequently used as another term. Term burada korladı. Çünki boşluğun sonrasında userlərin qoşulmasından söhbət gedir. Bu ola bilməz. However cümləsi deyil bu. Çünki cümlələrdə axıcılıq var və tərs cümlə yoxdur burada. Bu ola bilməz. There was obviously no need to dial up. Bu da ola bilməz. Çünki dial up deyir, yığmaqdan söhbət gedir. The information was downloaded into his computer at a higher speed. Söhbət kompüterdən gedir burada. Bu da ola bilməz. Düzgün cümləmiz elə variant. Baxan kimi görünür ki, modem, access təkrarlanmasından artıq görünür ki, söhbət ilə A variantından gedir. Çünki burada wireless access, satellite access, modem bunlar hamısı bir-birinə əlaqəli sözlərdir. Düzgün cavabımız A variantı olur.